İşğaldan azad edilən ərazilərimizdə salınan yeni şəhər və qəsəbələr, inşa olunan yollar, körpülər, həyata keçirilən infrastruktur layihələri Qarabağ və Şərqi Zəngəzurun birçəlişinin göstəricisidir. Ağdamda səhiyyə infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır və 210 çarpayılıq yeni xəstəxananın tikintisi sürətlə davam edir. 210 çarpayılıq Ağdam rayon mərkəzi xəstəxana kompleksi bölgədə tibbi xidmətlərin keyfiyyətinin artırılmasına və əhalinin sağlamlığının qorunmasına xidmət edəcək. Yeni tibb müəssisəsi müasir standartlara uyğun inşa olunur. Yeni xəstəxana ümumilikdə 12 korpusdan ibarətdir və bütün korpuslar tibbin ən müasir avadanlıqları ilə təchiz olunacaq. Kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya və angioqrafiya kimi mühüm tibbi avadanlıqların quraşdırılacağı xəstəxana yerli sakinlərin paytaxtda üz tutmadan burada yüksək səviyyəli xidmət almasına imkan verəcək. Xəstəxananın tikintisinə 2024-cü ilin yanvar ayında başlanılıb. Əsas binası, köməkçi tikililər və qurğular 6 hektar torpaq sahəsi üzərində inşa edilir. Bütün korpuslarda zirzəmi və texniki mərtəbə mövcuddur. Hazırda obyekt üzrə tikinti işlərinin aktiv mərhələsindədir. Xəstəxanada cərrahiyyə, terapiya, reanimasiya, diaqnostika və digər şöbələr fəaliyyət göstərəcək. Həmçinin xəstəxanada regional kardiocərrahiyyə mərkəzi də yerləşəcək. Kompleksdə gördüyünüz bu şaxtalar gələcəkdə qurulacaq olan liftlər üçün layihələndirilib. Ümumilikdə xəstəxanada 7 sərnişin, 9 xəstəxana və 14 servis olmaqla 30 lift quraşdırılacaq. Xəstəxananın tikinti quraşdırma işlərinin 2027-ci ilin dekabrında tamamlanması, 2028-ci ilin ortalarında isə fəaliyyətə başlaması planlaşdırılır. Elnur Tofiq, Lalə Allahverdiyeva, Elmin İsfəndiyarov, AzTV xəbər.